Zamana imamı, ağamız İmam-ı Zaman aleyhisselamın zuhurunun təcilində o Həzrətin gəlişi ilə qəlbimiz, dünyamız nura qərq olsun deyə sələvat çəkək. Allahümmə salli ala Muhammed. Ümumən məscidlərimizin bilxüsus ibadət etdiyimiz İmam Həsən aleyhisselam adına olan bu məscidin İlk günündən, torpağın alınmasından, inşa edilməsində, son illərdə köklü, əsaslı təmir bərpa işlərində və bugünkü gün hələ də yardımda olan əzizlərin, dünyasını dəyişənlərin ruhlarına, qalanların səlamətçiliklərinə sələvat çəkilir. Allahümmə salli ala Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yassir li əmri və hlul uqdeten min lisani yefqahu qawli. Qala al-Hakim fi muhkam kitabihil kerim. Əuzu billahi mineşşeytanirracim. İnnemel mu'minun ihvetun feaslihu beyne ahavaykum vettakullaha leallekum turhamun. Sadakallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimiz üçün tutduğumuz orucları və qəlbimizdə olan hacət və mətləbləri bizdən qəbul eləsin. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, bildiyimiz kimi bugün cümə günüdür. Cümə seyyidül əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən bərəkətli, ən nurani, ən mübarək bir gündür. Və Quran hədislərə əsaslansaq, bugün sonuncu xilaskarımız vəd olunmuş Bəqiyyətullahul Azəm, Allahın yer üzərində sonuncu xəlifəsi, hüccəti olan İmam Məhdi Əccəlallahu Teala Zuhurəhu Şərifin gəliş günüdür. O gün bir gündür ki, dünya o günün intizarındadır. O gün bir gündür ki, Həzrətin gəlişi ilə yer üzərində sülh, əmniyyət, gözəllik, bir sözlə necə bahar fəslində təbiət oyanar, çiçəklənər, ətirlənər, yer kürəsinin elə çiçəklənəcək, ətirlənəcək bir günüdür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmaz, o günü görməriksə, yaşadığımız bu ömürdə, bu qısa həyatda, qısa bir vaxtda o Həzrətin gəlişi üçün üzərimizə düşən işləri görən bəndələrdən, insanlardan Allah bizləri qərar versin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, bizi izləyən, dinləyən hər kəs. Bugünkü cümə xütbəsində sizinlə bugün cəmiyyətimizin elə cavanlı, qocalı, qadınlı, kişili, yaşlı, uşaq fərq eləməz, hamının ehtiyac duyduğu bir mövzu ətrafında ayə hədislərlə fikrimi sizinlə bölüşəcəm. Mövzumuz sevgi, məhəbbət, mehribanlıq, səmimiyyət, xoş münasibət, bu mövzu ətrafında. Çünki sevgi, məhəbbət imanın nişanəsidir. Kin-küdurət, nifaqın, şeytandan gələn bir hiss olduğuna görə bugünkü cümə xütbəmizdə elə sevgi, məhəbbət körpüləri quraq. Bir-birimizin arasında mübahisə vaxtı körpü quranlardan olaq, divar yaranlardan, divar hörənlərdən
olmayaq deyə bu mövzu ətrafında danışarıq. Sözümə Qurani-Kərimin mübarək Əl-Hucurat surəsi. Aramızda elm əhli, tələbə yoldaşlar, alim Rəbbani qardaşlarım var. Onlar bilir, bu surəni Qur'anın ədəb, əxlaq surəsi də adlandırırlar. Adabul Qur'an, əxlaqul Qur'an, Qur'anın əxlaq, ədəb surələri cərgəsindədir. Allah Teala Qurani-Kərimin Əl-Hucurat surəsinin 10-cu ayətində buyurur ki, İnnəməl mu'minunə ixvətun. Həqiqətən Allaha iman gətirənlər, Allaha inananlar bir-birinə qardaşdır. فَأَسْلِهُ بَيْنَ أَخَوَيْكُمْ. Odur ki, qardaşlar bir-birinin arasında gərək mehriban olsun, həmişə bir-biri ilə səmimi rəftar etsinlər. وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Allahdan çəkinin, qorxun ki, sizə mərhəmət olunsun, Allah sizə rəhm etsin deyə. Bu ayət-i şərifədə Allaha inananların bir-biri ilə qardaş olduğu söylənilir. Baxın, bu ayət-i şərifədə qardaşlıq nə qohumluqla, nə həm kəndli olmaqla, nə həm yerli olmaqla deyil, iman bayrağı ətrafında birləşən hər bir kəsi Allah, qardaş və Peyğəmbər Salavatullahın elə bir ümməti hesab olunurlar. Dünya əslində möhtərəm cəmaatımız bir körpüdür. Bu körpüdən sevəndə keçir, sevməyəndə, nifrət bəsləyən də, bəsləməyən də. Yəni, axirətə bu dünya bir körpü olduğuna görə, hətta deyir, körpüdür cənnətə ya duzəxə bu mülkü cahan. Bu cahanda, bu dünyada əldə etdiyimiz bu mal, dövlət, sərvət var. Bu əslində bizə körpüdür. Ya duzəxə, ya duzəx cəhənnəmin adıdır. Ya bizi cənnətə aparan körpüdür, ya cəhənnəmə aparan bir körpüdür. Etibar eyləmə az ömrə əcəl vermə zaman, gecə gündüz dolanır sürət ilən çərxi zaman. Körpüdür ya cənnətə ya duzəx adlarıdır. Bu mülk-i cahan. Görürsən, bu dünya malı bizi bu iki yerdən biriyə, ya cənnətə ya duzəxə. Ona görə möhtərəm cəmaatımız, dünya doğrudan da bir körpüdür, bu körpüdən sevən də keçər, sevməyən də. Bu, əslində, körpüdə biz özümüzə dua səsi də qazandıra bilərik, nifrət, kin, küdurət də qazandıra bilərik. Ola bilər, bu dünyada bizim bir baxışımız bir qəlbi sevindirsin, bizim bir baxışımız ona sevgi ilə, şəfqətlə, məhəbbətlə baxışımız belə onun qəlbindən qəmi, qüssəni, kədəri aradan aparsın. Ona görə gəlin əslində bugün bizlər sevgi körpüsü quraq, divar, tikənlərdən və qarşı tərəflə öz aramızda hasar hörənlərdən olmayaq. Hətta tarixdə yazırlar, iki dost anlamında da var. Bir yerdə oxudum, iki qardaş arasında, o qardaşla bu qardaşın arasından bir çay axırmış. Olur, aman bu nəfsin əlindən, aman bu dünya malının əlindən. Bu dünya malı bizi özünə o qədər aludə eləyib həqiqətdə, bəzən qardaşı qardaşdan eləyir, bəzən atanı oğuldan eləyir, bəzən canını uğrunda verəcəyin bir dost, qardaş üçün də səni uzaq tuta bilir. Dünya malı belə bir. Və bunun başında da insan nəfsi dayanır, insanın öz nəfsi dayanır. Elə olur, qardaşlar arasında soyuq münasibət yaranır, mübahisə yaranır və böyük qardaş gedir bir usta çağırır, ustaya göstəriş verir.
deyir ki, qardaşımla mənim aramda bu çayla aramızdakı çay var, bir divar hör. Mən istəmirəm o tərəfə baxım, istəmirəm onu görüm. Ümumiyyətlə, görəndə narahat oluram, əsəbimə, qəzəbimə hakim olmuram. Bu, usta da çox dünya görmüş və mərhəmət duyğuları onda hakim olan bir insan olduğundan, qardaş ona tapşırıq verir, gedir və bir neçə gündən sonra qaydanda görür ki, bu usta qardaşlar arasında divar tikmək əvəzinə çayın o tərəfindən bu tərəfinə bir körpü salır. Mövzumuz məhəbbət körpüləri salaq, divar tikməyək deyə mövzumuza uyğun bu hekayəni mütaliə eləyəndə qarşıma çıxdı, ona görə qeyd edirəm. Bu deyir, kiçik qardaş, böyük qardaşdan xəbəri yoxdur ki, ustaya bu göstəriş verib ki, divar tik, mən onu görmək istəmirəm. Bu körpünü görəndə fikirləşir ki, elə günah məndədir, səhv xəta məndədir. Qardaşım bu körpü ilə istəyir mənə deyə ki, qardaş, mən səndən ayrılmaq istəmirəm. Mən istəyirəm biz bir olaq. Qardaş o qardaşın qəlbindəkindən xəbər tutmadan körpünü aşaraq gəlir qardaşını bir bağrına sıxır, üzrxahlıq edir. Ona görə çalışarım həyatda o körpü salanlardan olaq. Sevgi ilə, məhəbbətlə qəlbləri birləşdirən, bütövləşdirən şəxs olaq. Və bu onun göstəricisidir ki, əgər insan doğrudan da gözəl olarsa, yaxşı olarsa, bununla bağlı tarixi misallar, nümunələr çoxdur. Qısa-qısa bir neçəsini qeyd edəcəm. Peyğəmbər sallavatullahın əxlaqın mütaliə edənlər bilir, eşidənlər bilir. Bilirsiniz, İslamın əvvəlində çox əziyyətlər çəkdi. Müşriklər, Məkkə müşrikləri Peyğəmbər sallavatullahı çox incidərdi. Zibili getdiyi yola tökərdilər, başına kül atardılar. Təbliğ yolunda, dəvət yolunda dişin vurub sındırmışdılar. Amma bizə görsən heç bir söz demirlər. Biraz sözümüzü eşitməyəndə deyirsən, o kim, mən kim, ikinci dəfə ona söz demirsən. Heç İslamın təbliği və insanları dəvətdə dişi sındıran olmayıb, dişmi sındıran olmayıb. Amma ehtiram içəri girəndə, görüşəndə, amma Peyğəmbər sallallahu əziyyətləri çox olur. Bir Yahudi qadını var idi, Peyğəmbərin namaza gəliş vaxtını bilərdi. Hər gələndə onun qabağına zibil atardı, kül atardı, nə bilim, çirkab şeyləri. Bir gün Peyğəmbər sallallahu namaza gələndə görür o qadın yoxdur. İkinci gün soruşur səhabələrdən ki, hər gün bir qadın yolunun üstə zibil atardı, kül atardı, kəsafətli, xoş olmayan nələrsə tullayardı. Görmürəm, deyirlər, ya Rəsulallah, bir neçə gündür o qadın xəstədir, naxoş deyib yatır. Peyğəmbərin ədəbinə bax, sən, mən olsaydım, bəlkə elə bir el duası biraz da əzabı şədid olsun, nə bilim, dərdi çox olsun, ağır olsun. Peyğəmbər sallallahu belə eləmədi. Yüksək ədəb, əxlaq sahibi olan, mərifət sahibi olan. Dedi, bizim dinimizdə xəstənin görüşünə gedərlər, xəstənin yanına gedərlər, onun ziyarətinə, iadəti məriz bəhsi var. Elm əhli olan qardaşlarım bilir. Səhabələrlə birlikdə gəldi o Yahudi qadın ki, hər gün Peyğəmbərin yoluna zibil atardı, başına kül tökərdi və s. Deyir, bu qadın Peyğəmbəri görəndə xəcalət çəkdi. Dedi, ey Allahın Rəsulü, mən sənə nələr eləmişəm, amma sən mənə nə edirsən? Və orada iman gətirir, İslamı qəbul edir. Və həmin elə gün, axşamüstü əsr vaxtı, o qadın dünyasını müsəlman şəklində dəyişir. Allah hamımızın aqibətini xeyr eləsin. Aqibət, sonluq çox mühümdür. Bir dənə gözəl əxlaq, Peyğəmbərə kini nifrəti olanı,
Dində olmayanın dinə dönüşünə, qayıdışına bir vəsilə oldu, səbəb oldu. Gör nə qədər bu əxlaq, bu mərifət insan qəlbində təsirə malikdir ki, Peyğəmbər sallallahu bu gözəl addımı bir yəhudi qadınının İslamı qəbul edib, İslama gəlib, İslamda və müsəlman şəklində dünyasının dəyişməsinə səbəb oldu. Ona görə möhtərəm əzizlərimiz, cəmaatımız, çalışağın qəlblər, istər ailədə, istər cəmiyyətdə mehribanlıq, o sevgi, məhəbbət toxumlarını, güllərini səpək. Hər bir şeyi bərpa eləmək çətindir, amma onu uçurtmaq, dağıtmaq çox asandır. Allah Teala Quran-ı Kərimdə Ali İmran surəsinin 103-cü ayəsində buyurur ki, وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Hamınız bir yerdə, birlikdə Allahın ipindən, dinindən, Qurandan, Əhl-i Beytdən, imandan yapışın ki, bir-birinizdən ayrılmayasınız. Baxın, əlimizdə 5 barmaq var. Hər barmağın öz gücü var. Amma bunlar toplum vəhdət halında yumruq zərbəsini ifadə edir. Heç bir barmaq yumruq zərbəsini özündə cəm edə bilmir. O səbəbdən biz ayrı-ayrılıqda hərəmiz bir gücə malikik. Amma birləşəndə daha güclü oluruq. Hər ulduz ayrı-ayrılıqda bir işığa, nura vəsilədir. Amma onların işıqları birləşəndə daha da nuran olur, daha da gözəl olur, daha da işıqlı olur. Ona görə biz bir-birimizlə bir olmalıyıq. Quran və Əhl-i Beytdən yapışmalıyıq və dünya və axirətimizi nura, işığa qərq etməliyik. Və qeyd etdiyimiz kimi, bir evi tikmək üçün aylar, illər, zaman sərf edirik. Amma bir daşın yerindən oynaması görürsən bir evin zədələnməsinə səbəb olur. Onu uçurdarkən elə texnikalarla heç çox vaxt zaman sərf etmədən onu yerlə yeksan etmək olur və qəlb də belədir, əzizlərim. Qəlb də belədir. Xoş olsun o insanın halına ki, insanların qəlbində sevgi, məhəbbət toxumu əkə bilir. Sevgi, məhəbbət gülü bəsləyə bilir. Xoş olsun o insanın halına. Mütaliə eləyəndə bir diqqətimi çəkən bir hadisə ilə, baş vermiş bir hadisə ilə, tarixi bir hadisə ilə qarşılaşdım. İstədim onu ilə sizinlə də bölüşəm. Çox doğrudan da xoşa, qəlbə, ruha gələcək, toxunacaq bir məsələdir. Deyir, kəndlərin birində bir qoca kişi var imiş, bir ağsaqqal, müdrik bir kişi var imiş. El arasında bu kişiyə könül parçası deyirmişlər. Yəni, həriyə bir təxəllüs verirlər də, hərənin bir yaşadığı bu qısa həyatında, ömründə cəmaat tərəfindən ona verilən bir ad olur, bir təxəllüs olur. Amma el, cəmaat, kənd, əhali bu kişiyə könül parçası deyərmişlər. Bunu könül parçası kimi çağırarmışlar. Çünki bu kişinin bir sözü könülləri düzəldərmiş, incikli insanların barışmasına, onların bir-biri ilə mehriban olmasına səbəb olarmış. Bu o qədər nəfəsi bərəkətli bir kişiymiş ki, artıq bunu öz adı ilə çağırılmışlar, insanlar buna könül parçası deyərmişlər. Deyir, günlərin bir günü iki gənc arasında mübahisə düşür. Bu cavan, bu nəfs belə bir şeydir ki, cavan olanda elə istəyirsən elə mən deyən olsun. Səhv də olsun, istəyirsən sözü tərəfə olur da, indi o cavanlığın özünə məxsus bir adəti. Görürsən, o biraz yaşlananda bilirsən, ha, səhvdir. Deyirsən, yaxşı bala, Allah kömək olsun, elə sən deyəndir.
O, bir dəfə bunu xütbədə danışdıq. Deyir, 2 nəfər mübahisə eləyir. Bir kişi gəlir bunları sakitləşdirməyə. Deyir, bunlar niyə mübahisə edirsiniz? Deyir, mən deyirəm, mən haqlıyam, mən düzəm. Bu deyir, mən haqlıyam. Deyir, sən də görüm nə deyirsən? Bəzən bir-birimizi dinləməməkdən mübahisə yaranır. Tərəf qarşı tərəfi dinləmir. Sözü, fikri tamamlamamış söz deyir və davaya şavıya səbəb olur. Qulaq asır, bu cavan sözün bitirir. Deyir, bala, yox, sən elə düz deyirsən də. Deyir, indi sən də görüm nə deyirsən. Bu da ondan alahıcır deyir, onun əksinə söz deyir. Deyir, bala, elə sən də düz deyirsən. Biri dözə bilmir kənarda. Deyir ki, bu başqa söz deyir. Bu da onun əksinə deyir. Buna da deyirsən, düz deyir, buna da deyirsən. Deyir, bala, elə sən də düz deyirsən. İstəyir ki, arada nə yaratsın? Barışıq yaratsın, mehribanlıq yaratsın, sülh yaratsın. Dava yaratmağa nə var ki? Elə bir söz deyərsən, adam elə orada durar, mübahisə də eləyər, dava da eləyər. Ona görə məhəbbət körpüsü yaratmaq böyük bir mərhəmət duyğusudur. Hər kəs də onu bacarmır. Deyir, bu qoca kişiyə də könül parçası deyərmişlər. Görür, 2 nəfər cavan mübahisə eləyir. Bu səsini ucaldaraq deyir, mən haqlıyam. Bu deyir, yox, sən nahaqsan, mən haqlıyam. Bu qoca kişi yaxınlaşır bunların yanına və gəlir, onları sakitləşdirir. Deyir, aram olun, sakit olun və deyir, oğlum, ev tikmək üçün illər keçir, vaxt keçir, zaman keçir. Amma bir daşı oynatmaq, görürsən, evin zədələnməsinə, uçmasına səbəb olur. Kön evi bir baxışla, bir sözlə həm ucala bilər, həm də yıxılıb, dağılıb, yerlə yeksan ola bilər. Və belə bir halda gəncə baxır və ona söyləyir, gənclərdən birinə gildən düzəlmiş bir qab verir. Yəqin ki, hamı bilir də o əl sənətində gillə müəyyən zəhmətlər nəticəsində ərsəyə gəlir. Deyir, bu qabı yerə çal, yerə vur. Bu gənclərdən biri həmin bu gildən olan qabı yerə vurur. Da torpaqdandır da gildəndir, saxsıdan. Neçə yerə? Deyir, indi onları toparla. Halbuki onu düzəltmək üçün nə qədər vaxt getmişdi. Amma bir yerə vurmaqla o paramparça olur və gəncə baxır, o cavana baxır, deyir, indi onları yığ. Yığır bir yerə, deyir, indi bunu əvvəlki hala qaytar. Həm çətin olar, həm də ki, o çartları, izləri baxımından bu cavan qocanın buna nə demək istədiyini, bu könül parçası adı ilə cəmaət arasında şöhrət tapan qocanın buna nə demək istədiyini başa düşür və gənclər bir-birinə sarılır və onların könülü barışır və o zaman qoca söyləyir. Çalışın, övladlarım, balalarım, bir-biriniz arasında körpü salın. Bir-biriniz arasında divar, sərhəd yaratmayın. Ona görə doğrudan da biz baxmış olsaq, könül evini əslində dağıtmaq çox asandır. Amma bərpa etmək çox çətindir. Onun bərpası da yalnız sevgi ilə, məhəbbətlə, şəfqətlə, gözəl münasibətlə olur. Və bu günləri inanın, ailələrin çoxunda o dağılma, boşanma səbəblərinə baxmış olsaq, çoxunda həmin o sevginin, məhəbbətin, bir-birinə o körpü bağlarını yaradan, quran olmadığına görə bu günümüzə və bu hadisələrlə biz qarşılaşırıq və rastlaşırıq.
Hədislərdə varımızdır. İmam Əli əleyhissalam buyurur: "Əl-məhəbbətu rə'su kulli xeyrin." Məhəbbət bütün xeyirxahlığın başıdır. Məhəbbət bütün yaxşılıqların öndə gedənidir. Digər bir hədisində buyurur: "Əl-hubbu imanun vəl-buğdu nifaqun." Sevgi imanın əlamətidir. Kin, küdurət isə nifaqın nişanəsidir. Düşmənçiliyin nişanəsidir. Sevgi, məhəbbət Allahdan gələr, kin, küdurət isə şeytandan gələr. Ona görə bu məsələdə biraz düşünməliyik. Həm dostlar arasında, həm ailədə, olduğumuz kollektivdə sevgi, məhəbbətlə yaşamalıyıq. İnsanlara sevgi, məhəbbət körpüsünü salmalıyıq. Hətta iman əhlinin qardaşıdır ayətində Peyğəmbər sallallahu bir kəlamı var. Buyurur: "Əl-mu'minu mir'atul mu'min." Hədis-i şərifdə qeyd olunur ki, iman əhli, Allaha inanan, iman əhlinin aynasıdır, güzgüsüdür. Baxsaq, xarakterlər güzgünü bir analiz eləsək, təhlil eləsək, niyə Peyğəmbər salavatullah güzgü deyib? Neçə səbəb var? Mən vaxtı nəzərə alaraq və mövzumuza uyğun olan nöqtələri vurğulamaq istəyirəm. Birincisi budur ki, aynada belə bir xüsusiyyət var ki, güzgü bizim yaxşımızı yaxşı, pisimizi də pis kimi göstərir. Məsələn, əgər mənim bu sağ yanaq nahiyəmdə bir yara varsa, aynaya baxanda həm yaranı göstərir, həm də digər yerlərdə ki, yara yoxdur, oranı göstərir. Əslində istəyir deyək ki, iman əhlinin aynasıdır, yəni hər şeyi olduğu kimi görməlidir. Sən birində bir xüsusiyyət, pis bir xüsusiyyət varsa, ancaq milçək təki gedib o yarıya, o kəsafətli yerə qonmamalısan. Necə arıda aramızda balarısı ilə məşğul olan qardaşlar gözümə dəydi. Məsələn, onlarda belə bir xüsusiyyət var balarısında. Əgər bir zibillikdə bir gül olsa, arı gedib özünə lazım olan o çiçəkdən şirəni çəkəcək, o zibilliyə baxmayacaq. Əgər bir insanın iç dünyası yaxşıdırsa, insanın o yaxşı tərəfindən elə ona yaxşı kimi baxacaq. Amma qəlbi xarab olan, kin, küdurət, nifaqla, paxıllıqla dolub daşan insan sənin yaxşını görməyəcək. Ancaq o milçək təki harda pis var, gedib ora qonacaq. Deyir, güzgü kimi olun, yəni yaxşının yaxşı, pisi də pis kimi. Güzgüdə belə bir xüsusiyyət də var. Güzgü bizim eyblərimizi bizim üzümüzə deyir. Yəni mən bir dəfə güzgünü alanda güzgünün özünə baxıram. Güzgü özü necədir? Bir dəfə də güzgüdə özümə baxıram ki, görüm necə göstərir məni. Hər ikisində mən güzgüyə baxıram. İndi o ki, güzgüyə mən baxıram, güzgü məndə nə var? Mənimlə baxa-baxa, belə deyək də, baxışa-baxışa məni deyir. İstəyir Peyğəmbər salavatullah deyək ki, iman əhlinə sözü olsa güzgü kimi gəlib üzünə desin. Buradan bir haşiyə çıxın, mütaliə eləyəndə müəllifi kimdir bilmirəm, bəlkə ehtimal verirəm Sədi Şirazinindir. Tələbəlik vaxtı oxumuşdu, 28-29 il keçib üstündən. Belə bir şeir var idi. Deyir, dost darəm ki, dost eyb mərə, həmçün ayini piş ru qoyət. Nə ki çün şanə bahizar zəban, xoşdu sər rəfti be mu qoyət. Mənası budur ki, deyir, mən o dostumu sevirəm ki, mənim eybimi mənim üzümə ayna təki desin, güzgü təki.
Yəni məni istəyən dost o dostdur ki, görür səhvim var, gözləmir başqaları mənə desin. Mənim xoşum gəlməsə də, mən ondan incisəm də, desin ki, ay qardaş, bax sən burada səhv eləyirsən, ha? Bunu düz eləmirsən. Deyir, mən o dostumu sevirəm ki, güzgü təki mənim səhvimi mənim üzümə deyir. Deyir, sevmirəm o dostumu ki, bu şairin vəsfidir. Çün şanı bahizar. O darağı, saçı darayırsan, ha? Darayanda axı darağın dilləri var. Saçının arxasına gedəndə, darayanda saçlar bir-birindən ayrılır da. Bu şairin vəsfidir. Deyir, sevmirəm o dostu ki, daraq kimi saçımı darayır, başımın arxasında tük-tüklə danışır. Yəni ki, onlar bir-biri ilə danışır. Deyir, mənə belə dost lazımdır. Mən o dostu sevirəm ki, ayna təki mənim səhvimi mənim üzümə desin. Bu, o mənadadır ki, yəni dost dostun aynasıdır, iman əhli iman əhlinin güzgüsüdür, aynasıdır. Yəni səhvi olanda gərək onun neynəsin? Üzünə desin. Dalda da gedib danışır, deyəndə də tərəfi inandırmaq üçün deyir, yeri gəlsə mən onun üzünə də deyərəm. Çəkinmir, lap özünə də. Qardaş, qarşılaşanda elə qucaqlaşır, heç doğma qardaşımla mən elə qucaqlaşmıram. Deyir, mən o dostu sevərəm ki, ayna təki mənim səhvimi mənim üzümə desin, daraq təki keçib min dillə, tük-tüklə danışmasın, başımın arxasında danışmasın. Bu şairin vəsfidir və güzgüdə belə bir xüsusiyyət də var ki, güzgü heç vaxtı məqampərəstdir. Yəni sən vəzifəlisən, kibar adamsan, məmursan, sən baxanda səni yaraşıqlı göstərsin. Mən məsələn yoxsulam, məni biraz solğun göstərsin. Yox. Necə isə elə göstərəcək. Yəni güzgü məqampərəstdir, şəxsiyyətpərəstdir. İstəyir deyək ki, iman əhli də iman əhlinə bu cür olmalıdır. Biri varlıdırsa, onun qabağına gedib ikəlli görüşüb, biri kasıbdırsa, salamın belə ala-xətrün qalmasın, alasan, bu möminliyə yaraşmayan, insanlığa yaraşmayan xüsusiyyətdir və xarakterdir. Deyir, necə güzgü ki, məqampərəst, şəxsiyyətpərəstdir, iman əhli də gərək bu sevgi, məhəbbəti yaratmaq üçün hətta görüşündə belə, salamında belə o məsələlərə diqqət eləsin. Və son olaraq bir şey də qeyd edeyim. Biz qeyd etdik ki, sevgi ilə, məhəbbətlə insanlar arasında körpü yaratmalıyıq və çalışmamalıyıq qəlb qıraq, qəlb sındıraq. Amma biri də bizim eybimizi, nöqsanımızı bizə deyirsə, əgər o eyb və nöqsanın daşıyıcıyamsa, gərək mən də onu qəbul eləyəm. O mənə eybimi, nöqsanımı deyib deyə mən onu qırmayım, onu sındırmayım. Bu bilirsiniz nə mənasına gəlir? Əgər ayna güzgüyə baxanda mən eybimi görüb əsəbləşib güzgünü yerə çarpıb qıracamsa, aynada bir görürdüm sözümü, 5 yerə bölündüsə, baxanda artıq özümü neçə yerdə görəcəm? 5 yerdə, misal olaraq, 5 şərti olaraq. Yəni, əgər biri səni istəyir, deyir, bax qardaş, bunu düz hələ cəmaata demir də, sən özüvə deyəndə, sən onu qəbullanmayıb, onu acılayanda, onun qəlbin qıranda, o daha başqalarının yanında danışacaq. Dedim, qəbulləmədi, hələ mənə də bir bozardı, nəm səsin qaldırdı, sözün və s. Yəni, artıq o necə bir idisə yerə çarpanda qırılırdı, artıq sən onu qəbul eləməyəndə o başqalarına da yayılacaq. Ona görə çalışağın möminlərin, iman əhlinin, ümumiyyətlə insanların qəlbin qırmayaq. Peyğəmbər salavatullah buyurur, bir möminin qəlbini sevindirmək, Allahı sevindirmək kimidir. Əgər bir insanı sən sevindirirsənsə, elə Allahı sevindirmək mənasındadır. Və dünya şöhrətli alimlərdən də
mövzumuzla bağlı bir neçə qısa xülasə ifadələr söyləyim və sözümü xülasələşdirim. Vaxtınız olanda bu dünya ədəbiyyatından keçən cümə xütbəsində də dedim, özüm də almışam o əsəri, oxuyuram, tələbəli illərində də oxumuşdum. Bu Victor Hugo'nun o Səfillər əsəri. Orada belə bir ifadəsi var. Deyir, sevgi qapıları açan ən güclü açardır. Yəni, İnsan qəlbini bir qapıya bənzədir. Həmin o qapının da açarını sevgi, məhəbbətlə bağlayır. Deyir, sevgi qapıları açan ən güclü bir açardır. Yəni, insan sevgi ilə, məhəbbətlə insanların və həm də Allahın sevimlisi ola bilər. Və Aristotelun bu barədə belə bir fikri var. Deyir, dünyanı dəyişmək istəyirsənsə, bir insanın qəlbindən başla. Yəni, bir insanı əgər sevindirib, onu dəyişə bilirsənsə yaxşılığa, o zaman sən dünyanı dəyişə bilərsən. Hətta eşidibsiz, bir nəfər çox fitri istedadlı biri olur və bu dərs oxuyanda çox istedadlı olduğundan belə tələbələr arasında, öz həmbəhslər arasında deyir, mən dünyanı dəyişəcəm. Deyir, elə oxuyur, gəlir, baxır, görür ki, yox, dünyanı dəyişə bilmir. Deyir, mən öz ölkəmi dəyişəcəm. Biraz keçir, görür, ölkəni də dəyişmə imkanına, iqtidarına malikdir. Öz rayonumu, öz kəndimi, nəhayət gəlir və sonda başa düşür ki, mən özümü dəyişməliyəm. İnsan özünü dəyişmədən, yəni fərdi islahat baş vermədən ictimai islahat əsla ola bilməz. Ona görə biz başqalarını dəyişməyə cəhd etməzdən öncə özümüzü dəyişməyə və özümüzü düzəltməyə başlamış olsaq, o zaman uğur əldə etmiş olacaq. O zaman tərəqqiyə, təkamülə varmış olacaq. Ona görə hətta Albert Einstein'in də belə bir fikri var. Deyir ki, sevgi bir körpüdür ki, insanı insana bir söz, ardıca buyurur, insanı da Allaha yaxınlaşdırar. Sevgi elə bir körpüdür ki, insanı insana, insanı da Allaha yaxınlaşdırar. Yəni, biz insanların qəlbini əldə etməyimiz üçün onlarla sevgi ilə, məhəbbətlə, şəfqətlə davranmalıyıq. Və gəlin elə bu həftə hamılıqla birlikdə həm özümüzdə, həm ailəmizdə, həm işlədiyimiz yerlərdə, həm də cəmiyyətimizdə sevgi və məhəbbət körpüsü salan insanlardan olaq. Əgər biri ilə kinlisənsə, biri ilə küslüsənsə, elə bu söhbəti eşitdin. Burada əyləşənlər mən ünvanlı şəkildə demirəm, qərəzli də söyləmirəm. Və kəfə billahi şəhida, sözümün səmimiyyətinə Allahımın şahid olması mənə yetər. Amma burada əminəm ki, öz doğmaları ilə küslü olan insanlar var. Ya qardaşı ilə, mən məscid əhlindən olur, bəzən görsən valideynlər, qohumlardan gəlirlər ki, cümə xütbəsində gəlir, buna toxunginən, evdə məsələn küslüdür, atı ilə küslü olanlarımız var, bacı ilə küslü olanlar var, qonşu ilə danışmayanlar, amma xütbədə əyləşir. Mən yenə də ünvanlı söyləmirəm, nə də ki, onlar buradadır deyə, onlara da söz xatirinə söyləmirəm. Amma Allah xatirinə təvəqqi ricam budur ki, gəlin biz insanlarla öz aramızda və Allahla öz aramızda sevgi körpüsü salanlardan olaq, şəfqətlə, məhəbbətlə. Çünki doğrudan da həyat çox qısadır. Hətta düşündüyümüzdən də qısadır. Nə məlum, kimisi küslü halallıq almadan, kimisi tövbə etmədən, kimisi
günah, kimisi savab üstə heç kimə bəllidir. Ona görə hər kəslə sevgi ilə, məhəbbətlə davranaq və mövzumuz ki, sevgi, məhəbbət körpüsü salmaqdır. Elə sevgi, məhəbbətlə insanlarla öz aramızda və Allah arasında xeyir körpüsü, sevgi körpüsü, məhəbbət körpüsünün memarına çevrilək, onu inşa edən bir mühəndisə çevrilək. Allah bizi daima sevgili, məhəbbətli, şəfqətli və xüsusilə öz istəkli bəndələrindən qərar versin inşallah. İlahi, qəlblərimizi sevgi, məhəbbət nuru ilə doldur günən. Ey Rəhman və Rəhim olan Allahımız, ümmət içindəki bu nifrəti, bu parçalanmanı aradan qaldır günən. Sən Rəhmansan, Rəhimsən, Allahım, bizim bu iman nurunu, bu qardaşlığımızı, bu səmimiyyətimizi daha da möhkəmləndir günən. Bizi Quran və Əhl-i Beyt əleyhimussalamların sevgi məhəbbətində sabit qədəmlərdən qərar ver günən. Allahım, əllərimizi daima sənə xeyir üçün və xeyir işlər üçün açılan bəndələrindən qərar ver günən. Allahım, qəlbimizi daima iman nuru ilə nurlandır günən. Qəlbimizdən kini, küdurəti, nifaqı, şeytənəti kənar et günən. Allahım, cəmiyyətimizi, xalqımızı, xüsusilə ailələrimizi bir-birinə şəfqətli, məhəbbətli, sevgili və mehriban qərar ver günən. Allahım, bu mübarək cümə gününün hörmətinə, bu cümə gününün feyzindən, fəzilətindən bizi ayrı salma günən. Allahım, bizləri bağışlanmış qullarından qərar ver günən. Bu danışdığımız ayə və hədisləri, kəlamları bizim eşidib, ibrət alıb, nəticə çıxarıb, həyatında tətbiq edənlərdən qərar ver günən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə sələvat şükür. Cəmiyyət şəhidlərimizi salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əsgərlərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyət xəstələrin acil şəfa tapmalarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Xüsusən qazilərimizin salamatçılığına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Sürücülərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İmtahan vaxtıdır, tələbələrimiz, şagirdlərimiz var. Zehinlərinin, elmlərinin açıq olmasına, həyəcanlarının aradan getməsinə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Övlad arzusunda olan ailələrimiz var. Əməl salih övladları olmasına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zaman olub ki, bizi ilə bir yerdə, bu məsciddə, başqa fərqi yoxdur, başqa yerlərdə, çiyin-çiyinə bir yerdə namaz qılıb dünyasını dəyişən mömin qardaşlarımız var. Kərbəlaya ədalətən başda olmaqla, cəmiyyən aramızdan gedən mömin qardaşlarımızı salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hazır rəhbəri ilədir, cəmaat namazı qıldıq, özünün ailəsinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri, dünyasını dəyişmiş ata-babalarının, əmvatlarının istirahət ruhunə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed. Kərbəla qardaşımız zəhmət çəkdi, salavat zikr etdirdi, dualar elədi. Burada toplaşan əzizlərimizin, özlərinin, ailələrinin səlamətçiliyinə, xüsusilə nə maddi, mənəvi, istər işində, sağlığında, ailəsində çətinlik var, həllinə salavat zikr edir. Allahümmə salli ala
Muhammed ve